Salam, hər vaxtınız xeyir olsun, dəyərli abituriyentlər, müəllimlər. Bu gün sizlərlə bir yerdə növbəti onluq sualımıza nəzər yetirəcəyik. Nəzərinizə çatdırım ki, mövzular arası əlaqədən seçilmiş 10 çətin tipli sualdır. Bloka dəstək məqsədi ilə hazırlanıb. Həkimin söylədiyi ağır xəbər elektrik cərəyanı kimi onun bütün hisslərini keyitmişdi. Onun üzündəki tutqunluq mehriban, aydın bir ifadə ilə əvəzləndi. Gördüyünüz kimi aşağıda biz müxtəlif deyək ki, birləşmələri, sintaktik təhlili, təyini, quruluşları, yəni xülasə həm morfoloji, həm sintaktik vahidləri müzakirə edirik. Ona görə də tövsiyə edirəm ki, birinci biz mütləq təhlil edək. Keyitmişdi. Nə keyitmişdi? Xəbər. Hansı xəbər? Ağır xəbər, təyin. Hansı xəbər? Həkimin söylədiyi xəbər, təyin. Nəyi keyitmişdi? Onun hisslərini üçüncü növ təyini söz birləşməsi. Necə keyitmişdi? Elektrik cərəyanı kimi ikinci növ təyini söz birləşməsi qoşmalı işlənib. Burada təci hərəkət zərfliyi məqamında çıxış edir. Əvəzləndi. Nə əvəzləndi? Tutqunluq. Nə ilə əvəzləndi? İfadə ilə tamamlıq. Hansı ifadə ilə? Mehriban və aydın onların təyini. Hansı tutqunluq? Onun üzündəki tutqunluq. Cümlələrdən yalnız birinə aid fikirdir. Altından xətt çəkilmiş sözün ixtisarı cümlənin sintaktik təhlilində dəyişikliyə səbəb olar. Altından xətt çəkilmiş ifadəmiz onun bütün hisslərini ifadəsidir. Əgər bu nümunədə onun nümunəsini biz silsək, gəlin baxaq. Əvvəl bu hissədə sadəcə tamamlıq xəbər var idi. Belə olacaq. Nəyi keyitmişdi? Hisslərini, hansı hisslərini? Bütün hisslərini. Yəni cümləyə əlavə olaraq bir təyinin də gəldiyinin şahidi oluruq. Deməli, dəyişikliyə səbəb oldu. İkinci nümunəmizə baxdıqda, onun sözünü cümlədən çıxarsaq, tutqunluq, hansı tutqunluq? Üzündəki tutqunluq. Gördüyünüz kimi bu zaman yeni bir cümlə üzvü meydana gəlmir və yaxud mövcud olan cümlə üzvü sıradan çıxmır. Sadəcə olaraq əvvəl mürəkkəb təyini idi, üçüncü növlə ifadə olunmuş, indi adi sifətlə ifadə olunmuş sadə təyindir. Yəni dəyişikliyə səbəb olduğu fakt birinci cümlədədir, deməli bir düzdür. Sözlərdən yalnız birinin leksik mənası yoxdur. Baxdığımız nümunədə gördüyünüz kimi birinci cümlədə kimi, köməkçi nitq hissəsi, yəni qoşmadır. İkinci nümunəmizdə isə ilə qoşması və bir ədatının mövcudluğunu görürük. Yalnız birinin leksik mənası yoxdur deyirsə, bu da birinci cümləyə aiddir. Həm feili birləşmədən, həm də ismi birləşmədən istifadə olunmuşdur. Məsələn, elektrik cərəyanı, ağır xəbər, onun hissləri və ya bütün hisslər, bunlar ismi birləşmədir. Eyni zamanda bu nümunədə həkimin söylədiyi feili sifət tərkibi də var. İkinci nümunəmizə nəzər yetirdikdə isə biz nələri görürük? Məsələn, onun üzündəki ismi birləşmədir, üzündəki tutqunluq bir birləşmədir, mehriban və ya aydın ifadədə bir birləşmədir. Elə bil ki, burada birinci növün sanki aslı tərəfində həmzislik olacaq. Ancaq ikinci nümunəyə baxdıqda feili birləşmədən istifadə olunmadığını görürük. Deməli, həm feili, həm ismi birləşmədə yalnız ilk nümunəmizə aiddir. Hər iki cümləyə aid fikir, yəni bu ortaq xanasıdır. Şərti mütləq oxumaq lazımdır. Bu tip suallar çətin deyil. Onu çətin edən əslində başlıqdakı qarışdırılan hissələrdir. Həm nitq hissəsi, həm də söz birləşməsi ilə ifadə olunan təyin işləri. Birinci nümunəmizdə həkimin söylədiyi və ağır. Biri nitq hissəsidir, biri söz birləşməsidir, təyinlər. İkinci nümunədə onun üzündəki ismi birləşmədir. Mehriban və aydın isə həqiqətən adi nitq hissələrdir. Deməli, 4 ortaqdır. Sözün quruluşca hər üç növünə aid nümunə var. Birinci nümunəyə baxdıqda, siz orada mürəkkəb söz görə bilirsiniz uşaqlar. Həkim sadə, söylədiyi sadə, ağır, xəbər, elektrik, cərəyan, o, bütün, his, hamısı sadə olaraq göstərilir. Yəni, burada ümumiyyətlə mürəkkəb, yəni yoxdur, ona görə də bu ortaq ola bilməz. Əsas nitq hissələrindən yalnız birinə aid nümunə işlənməmişdir. Məsələn, burada isim varmı? Var. Sifət varmı? O da var. Əvəzlik varmı? O da var. Daha sonra say görə bilirsiniz birinci nümunədə.
Mən görə bilmirəm. Zərf görə bilirsinizmi birinci nümunədə? Mən də görə bilmirəm. Deməli, yalnız birinə yox, ikisinə aid nümunə yoxdur. Elə adicə birincidə. 5 ilə 6-nı sadəcə 1-ə baxıb təyin edə bildik, çünki ortaq xanasıdır deyə digər cümləyə baxmaya ehtiyac yoxdur. Doğru cavab 1, 2, 3 və 4. Məncə oxusan, məqsədinə çatarsan cümləsində altından xətt çəkilmiş sözlə bağlı düzgün fikir. Gördüyünüz kimi durğu işarələrinin buraxıldığına dair heç bir məlumat yoxdur. Deməli, buradakı məncə sözü vergül də qoyulmayıbsa, modal deyil. Nədir? Mən əvəzliyi üstəgəl cacə qoşması. Mən qədər oxusan, məqsədinə çatarsan. Özündən sonra vergül qoyulsa, danışanın ifadə etdiyi fikrə münasibət bildirər. Bəli, danışanın ifadə etdiyi fikrə münasibət ara söz və modal sözün tərifidir. Qəsdən veriblər ki, sənə elə bir modal söz deyib sənin işini asanlaşdırmasın, uzatsın məsələni. Bəli, hazırda o əvəzli üstəgəl qoşmadır, amma vergül qoyanda modal sözə çevrilir. Kök və leksik şəkilçidən ibarətlidir. Biz burada şəkilçiləşmiş köməkçi nitq hissələrini leksik şəkilçi hesab edə bilmərik. Tərkibi bir əsas və bir köməkçi nitq hissəsindən ibarətdir. Düzdür, əvəzli üstəgəl qoşma. Cümlə üzvü kimi nə qədər sualına cavab verir. Bəli, oxusan xəbər, məncə, yəni mən qədər kəmiyyət, zərfliyidir. Ona görə də nə qədər sualı olduqca normaldır. C hissəsini lanə ilə əvəz etdikdə cümlənin mənası dəyişməz. Təbii ki, dəyişər. Biri var məncə oxusan, yəni mən qədər. Sual verirsən, nə qədər? Biri də var deyirsən ki, mənlə oxusan. Bu zaman sual belə olur, kimlə oxusan? Kim də sualına cavab verir. Təbii ki, cümlənin mənası da dəyişər. 1, 3, 4 doğru cavabımız D variantı. Növbəti sualımızda deyir. Hansı fikirlərin yeri dəyişilməlidir? Ümumiyyətlə, burada cümlə növlərindən danışır, ona görə diqqətli olmaq lazım. Cümlə növlərini müəyyən edərkən, məsələn, şəxsə görə növdürsə, mütləq cümləni sintaktik təhlil edin. Söz anlamıyana çubuq da kömək eləməz. Kömək eləməz, nə çubuq? Kimə kömək eləməz? Söz anlamayana bütövlükdə tamamlıqda feili sifət tərkibi ilə ifadə olunub. Boynu böyüdüncə ağlını böyüt. Böyüt, nəyi böyüt? Ağlını. Boynu böyüdüncə zərfliyi olacaq. Və burada da gördüyünüz kimi birinci cümləmiz müəyyən şəxslidir, çünki mübtədası var. İkinci cümləmizdə isə xəbərimiz ikinci şəxsin təkidir, mübtəda yoxdur, fikir hamıya aiddir. Yəni 3 qənaətimiz var və biz bunu ümumi şəxsi götürməliyik. Deməli, fikir verin, doğrunun altından bu haqqında yazıb ki, şəxsiz cümlədir. Şəxsiz cümlə fikri səhvdir, çünki ikinci cümləmiz ümumi şəxslidir. B-ni də 1-ə yazıb, deyir ki, ümumidir. Bu da səhvdir. Çünki birinci cümləmiz müəyyən şəxslidir. B ilə D-ni bu biri tərəfə yanlış xanasına gətirməliyik. A variantı düzdür, yoldaşlar. Nöqtə işarəsi qoyulubmu? Qoyulub. R feilin xəbər şəklindədir, əmr şəklində deyil, deməli nəqli cümlədir. A-ya dəymirik. A olan variantları rahatlıqla çıxın. Yanlışdır, deyir. Sual cümləsinə çevrilə bilər. Söz anlamayana çubuq da kömək eləməz. Gördüyünüz kimi intonasiyasına görə siz onu həqiqətən sual cümləsinə çevirə bilirsiniz. B ilə C-nin yerini dəyişmək lazımdır, çünki onlar tərs düşür. Nəsihətamiz fikir bildirir, fikri tamamilə doğrudur, yoldaşlar, çünki ümumi şəxsli cümlədir. D-ni sağa, E-ni isə sola gətirmək lazımdır. Cümlədəki feillər quruluşca sadədir, fikri tamamilə yanlışdır, o yerində düzdür, çünki böyüməkdən böyütmək leksik şəkilçidir. Böyüməkdən böyütmək olmur burada, böyüdüncə, elə burada da əslində olur. Bəli, böyütmək üncədə feili bağlama şəkilçisi. Yəni, hər ikisi düzəltməkmiş. Ona görə F variantı səhvdir. Doğru cavab 2, 4, B variantı olacaq. Hansı tabeli mürəkkəb cümlənin budaq cümləsində tamamlıq işlənib? Öncəliklə, budaq cümlələrin yerini müəyyən edək. Şah Səlma Xatuna işarə etdi ki, otağına getsin. Şah Səlma Xatuna otağına getməsini işarə etdi. Gördüyünüz kimi birinci tərəf baş, ikinci tərəf budaqdır. Ki görəndə hər dəfə baş budaq götürməyin, mütləq yoxlayın. Və nəticədə biz təhlil edəndə budağa baxmalıyıq. Budaq cümlədə bir dənə tamamlıq lazımdır. Getsin xəbər haraya, otağına yer zərfləyib. Gördüyünüz kimi budaq cümlədə tamamlıq yoxdur. Ellərə güvənib yazsa sənətkar, İlham xəzinəsi tükənməz olar. Ən çox çaşdırılan cümlə tipləridir uşaqlar.
xəbərin yerini dəyişir və şagird çaşdırır. Burada sasəni görürsünüz. Mən sizə demişdim. İsə hissəcik və ya şərt şəkli görəndə əsasən siz orada budaq, daha sonra baş götürməlisiniz. Buna diqqət edin. Yazsa kim? Sənətkar. Nə edərək? Ellərə güvənərək, yəni nə cür yazsa, ellərə güvənib yazsa da feili bağlama tərkibidir, tərzi hərəkət zərfliyidir. Bunu yadda saxlayaq. Deməli, budaq baş sxemidir. Birinci budaq gəlir, sasəni gördük və qərar verdik ki, oradakı nümunədə heç bir tamamlıq yoxdur. Daha sonra deyir ki, Əbil çalışırdı ki, bugün şahid olduğu əhvalatı danışmasın. Əbil bugün şahid olduğu əhvalatı danışmamağa çalışırdı. Gördüyünüz kimi ikinci tərəf sadələşdi. Təhlil edirəm. Danışmasın, nə üçün danışmasın əhvalatı, hansı bugün şahid olduğu onun təyini. Gördüyünüz kimi budaq cümlədə ilk tamamlığı olan cümləmizi tapdıq. Bilin ki, bu şəhərə, bu kəndə igidlərin qanı tökülüb. Bu şəhərə, bu kəndə igidlərin qanının töküldüyünü bilin. Birinci tərəf baş, ikinci tərəf budaq. Tökülüb nə? İgidlərin qanı. Haraya? Kəndə, haraya? Şəhərə. Hansı? Bu onların nə idi yoldaşlar? Təyinləridir. Axı sən bilirsən ki, mən bacımı nə qədər istəyirəm. İstəyirəm xəbər. Nə qədər nədir uşaqlar? Gördüyünüz kimi kəmiyyət zərfliyi. Kimi istəyirəm? Bacımı. Kim istəyir? Mən istəyirəm. Deməli, axı sən bacımı nə qədər istədiyimi bilirsən. Birinci başlı, ikinci budaq, onu da deyim ki, yaddan çıxmasın. Bacımı sözü orada tamamlıqdır. Gördüm ki, deyilənləri başa düşmür. Deyilənləri başa düşmədiyini gördüm. Sadələşən tərəf budağı tapdıq. Başa düşmür frazi. Nəyi deyilənləri tamamlıqdır. Gördüyünüz kimi tamamlıq olan budaq cümlələri tapdıq. Daha sonra Günay kitabını, qələmini, dəftərlərini, bir sözlə ona aid olanları götürüb evi tərk etmişdi. Qeyd olunan nümunə diqqət tələb edir. Çox sadə bir testdir, lakin diqqət səhviniz ola bilər. Deyir, tərk etmişdim. Haranı, evi, tamamlıq. Kim tərk edib? Günay. Necə tərk edib? Kitabını, qələmini, dəftərlərini, bir sözlə ona aid olanları götürüb. Burada uşaqlar həmcinslik var, amma kitabını, qələmini, dəftərlərini sözü həmcins cümlə üzvü deyil. Niyə? Onlar çünki götürüb feili bağlamasından asılıdırlar. Ümumiləşdirici sözdə bu asılı tərəfə qurban gedib. İndi bir sözlə ara sözdür, onu oradan parçalayıb ata bilməliyik kənara. Normalda ara söz cümlə üzvü olunur, ara yerdə təsadüfən o da getdi. Əgər biz burada ıb şəkilçisini müşlə əvəzləsək, burada həmcins xəbəri cümlə alınar. Və bu cümlənin təhlili bilirsiniz necə olar? Bunu biraz silək, təmizləyək. Aha. Götürmüş, vergül qoyacağım. Tərk etmişdi, götürmüşdü. Kim? Günay. Fikir verin. Baş üzərdən biri həmcins oldu. Həmcins xəbərlər yarandı. Nəyi götürmüşdü? Kitabını, tamamlıq, qələmini, tamamlıq, dəftərlərini, bir sözlə ara sözdür. Yəni ona aid olanları götürüb, daha doğrusu götürmüş, vergül, evi, tamamlıq, tərk etmişdi xəbər. Gördüyünüz kimi burada baş üzvlərin həmcinsliyi oldu. Durğu işarələrinin sayı artdı. Çünki sən orada elə bil ki, həmcins xəbərlər arasında vergül və ya hər hansı bir bağlayıcıdan istifadə etməlisən. Bağlayıcı yoxdur, vergül qoydum. Cümlədə tabesizlik əlaqəsi yaranmağı. Baxın, uşaqlar deyə bilər ki, ay müəllim, orada həmcins tamamlıqlar meydana, həmcins xəbərlər meydana çıxdı. Mən bununla razıyam. Amma əvvəldən elə orada tabesizlik əlaqəsi var idi da, sadəcə feili bağlamanın aslı tərəfində idi. Cümlə üzvü kimi yox. Ona görə də 5 onsuz da əvvəldə var idi deyə yaranar fikrini demək düz deyil. Əvvəl də var idi da bu. Cümlədə isimlə ifadə olunan həmcins tamamlıqlar işlənər. Kitabını, qələmini, dəftərlərini düzdür. Feili sifət tərkibi ümumiləşdirici söz mövqeyində olar. Baxın, sadalayır. Kitab, dəftər, qələm. Yəni ona aid olanları. Mən sizlə razı ola bilərdim ki, orada həqiqətən feili sifət tərkib yaradıb. Orada ona aid qoşmadı o heç. O, bir də olmaq, mövcud olmaq. Ona aid olanları, onun olanları. Yəni olmaq orada mürəkkəb kimi yox, ayrıca söz kimi götürürəm.
Ancaq uşaqlar, bu əvvəl də var idi də. Ona aid olanlara əvvəl feili bağlamanın aslı tərəfi idi, indi müstəqillik qazanıb. Yenə də ümumiləşdiricidir də, hər bir halda ümumiləşdirir. Ona görə də 1 və 5 hər bir halda doğrudur. 2, 3, 4 isə orada mışla əvəzlədikdən sonra baş verən hal olduğu üçün bu cür qeyd etdim. Nümunəyə əsasən uyğun fikirlər. Partiya sədrinin danışığı Surxay və Daşdəmiri təəccübləndirdi. Təəccübləndirdi xeyli kəmiyyət zəfli. Kimi təəccübləndirdi? Surxayı, Daşdəmiri. Nə təəccübləndirdi? Partiya sədrinin danışığı. Partiya sədri ikinci növ, sədrinin danışığı üçüncü növdür deyə mən bunu bütöv mübtəda götürürəm. Cümlənin xəbəri keçmiş zamanda olan feildir. Bəli, çünki burada di şuhudidir. Həmcins sözlər işlənmişdi. Surxay və Daşdəmiri, bəli, həmcins tamamlıqdadır. Cümlə üzvlərindən biri feili birləşməklə ifadə olunub, sənə bunu demək istəyir. Ancaq bu ismi birləşmədir. Niyə? Danışmaqdan danışıb, üq. Orada isim düzəldən də eksikdir. O feili sifətlə danışdığı demir. Danışıq deyil. İsmi birləşmədir o. Ümumiyyətlə feili birləşmə yoxdur burada. Heç təsriflənməyən feil yoxdur burada. Yanlışdır. Amonimli olan köməkçi nitq hissəsi işlənib. Köməkçi nitq hissələrindən sadəcə və var və onun amonimliyi yoxdur. Yəni amonimliyi olan deyirsə bu səhvdir. Mübtəda xəbər arasında uzlaşma var. Bu düzdür. Şəxsə, kəmiyyətə görə uzlaşıblar. Deməli 1, 2, 4. Hünərin varsa səni təhqir edəndə cavab ver. Öncəliklə uşaqlar bu cümlə sasə ilə bağlandığına görə budaq baş sxeminə uyğun bir cümlədir. Buradakı sa şərt deyil ha. Var predikativinə qoşulubdur. Ona görə onu isə hissəciyi götürməlisiniz. Təhqir edəndə əsas hərəkətə bağlanaraq cavab vermək hərəkətinə zaman bildirir. Düzdür, nə zaman cavab ver? Təhqir edəndə cavab ver. Xəbərlərin hər ikisinin sualı var. Var predikativ olduğuna görə ona sual vermək olur. Budaq cümlə baş cümlədən əvvəl işlənib, düzdür, budaq baş. İkinci dərəcəli üzv işlənmiş həmcins xəbərli sadə cümlədir. Bu sadə cümlə deyil, yoldaşlar, tabelidir. Baxın, 73-cü sual diqqət sərf edəcəyiniz sualdır, halbuki asandır. Burada şərtdə 2 məqam var. Mübtəda frazeoloji birləşmə olsun, xitab isə söz birləşməsi ilə ifadə olunsun. Yaxşı iş üz ağardar. Üz ağardar xəbər, nə iş, hansı yaxşı. A variantı səhvdir, çünki üz ağartmaq frazim olsa da mübtəda yox, xəbər vəzifəsində istifadə olunub. Xitabımız olan Aygün isə mürəkkəb xüsusi isimdir. Söz birləşməsi deyil. Gözə kül üfürmək yaxşı deyil, bala. Yaxşı deyil, nə? Gözə kül üfürmək. Baxın, burada mübtədamız frazeoloji birləşmədir. Bu düzdür. Amma xitabımız adi bala sözü ilə ifadə olunubdur. Söz birləşməsi ilə ifadə olunmuyub. Vətəni darda qoyub qaçmaq namərdlikdir, qardaşım. Getmə. Getmə. Namərdlikdir. Nə? Vətəni darda qoyub qaçmaq. Darda qoymaq çətinlikdə qoyub qaçmaq mənasına gəlir. Bu, 2-ci sinif dərsliyində səhv etmirəmsə qeyd olunan bir nümunədir. Və qeyd olunan nümunə ümumiyyətlə tərkib daxilindədir, bu bir. İkincisi də ki, siz burada qardaşım xitabına baxdıqda onun adi sözlə ifadə olunduğunu görürsünüz. Ağzına su alıb oturmaq həmkəndimiz Səmədin xasiyyəti idi, əziz dost. Səmədin xasiyyəti 3-cü növ bütövlükdə xəbər. Hansı Səmədin, həmkəndimiz? Nədir Səmədin xasiyyəti? Ağzına su alıb oturmaq. Gördüyünüz kimi frazeoloji birləşməmiz mübtədadır. Əziz dost isə 1-ci növ təyini söz birləşməsidir və xitabdır. Uşaqların hay-harayı bizi hövsələdən çıxartdı. Hövsələdən çıxartdı kimi bizi. Nə? Uşaqların hay-harayı. Qeyd olunan nümunədə mübtədamız adi ismi birləşməklə ifadə olunubdur. 74-cü sualda deyir ki, qrammatik normanın pozulduğu və yalnız baş üzvlərdən ibarət olan cümləni müəyyən edin. Yaxşı tanı ələsgəri, qurbanı. Tanı, yaxşı, zəfri, kimi tanı, ələsgəri, qurbanı. Burada qrammatik norma pozulub, çünki xəbərimiz ortada gəlir. Lakin yalnız baş üzvlərdən ibarət deyil, burada zəflik və tamamlıq var. Gülsün, xəbər. Nə? Vətənin torpağı, daşı, mübtədalarımız. Bu isə burada təyin olduğuna görə yenə də şərtimizdə baş üzvdən ibarət cümlə sxemini qarşılamır.
Danışan qızın Nigarın yanaqları pörtmüşdü. Pörtmüşdü nə? Qızın, yəni Nigarın yanaqları. Gördüyünüz kimi 3-cü növ təyini söz birləşməsinin aslı tərəfində əlavə var. Hansı qızın? Danışan onun təyinidir. Belə olduğu halda biz burada baş üzərdən danışa bilmirik. Yaşasın torpaq uğrunda canından keçənlər. Yaşasın xəbər. Kim? Torpaq uğrunda canından keçənlər bütövlükdə fe'li sifət tərkibidir. Yalnız mübtəda xəbər baş üzdən ibarətdir. Xəbər əvvəldə gəldiyinə görə qrammatik norma pozulub. Aşıq bəsdir, mənəm, heç kim inanmır. Qeyd olunan nümunədə mənəm, kim, aşıq bəsdir, inanmır, kim, heç kim. Qeyd olunan nümunədə norma pozulub. Baş cümləsi şəxsiz cümlə olan və sxeminə uyğun gələn tabeli mürəkkəb cümlə. Ondan heç kəsin xoşu gəlmirdi, çünki sözünün yerini bilmirdi. Əvvəla, səbəb bağlayıcıları işlənən cümlələrdə adətən baş budaq gəlir. Biz baş cümləni müəyyən edək. Xoşu gəlmə frazivdir. Heç kəsin xoşu 3-cü növdür. Heç kəsin xoşu gəlmirdi bütöv götürüləcək, bu səbəblərdən parçalanmır. Kimdən? Ondan. Qeyd olunan nümunədə cavab A-dır elə. Niyə? Sxem düzdür, eyni zamanda baş cümlə şəxssizdir. Heç kimə sir deyil ki, təhsil strateji məsələdir. Burada sxem bu cür olacaq, baş budaq. Təhsilin strateji məsələ olduğu heç kimə sir deyil. Yəni, budaq buradır. Sir deyil, xəbər. Kimə? Sir deyil, heç kimə tamamlıq. Elan edildi ki, səhərki iclas təxirə salınır. Səhərki iclasın təxirə salındığı elan edildi. Baş cümləmiz elan edildi. Sadəcə xəbərdən ibarətdir. Uşaq bərk xəstə idi. Ona görə də anasının gözünə yuxu getmirdi. Uşaq bərk xəstə olduğundan anasının gözünə yuxu getmirdi. Deməli, D variantında gördüyünüz kimi bizim həqiqətən baş cümləmiz şəxssizdir. Lakin sxemimiz budaq başdır, baş budaq deyil. Qışın oğlan çağı idi, çoxlu qar yağmış, yollar bağlanmışdı. Bu isə ümumiyyətlə tabesiz mürəkkəb cümlədir. Faydalı oldusa bəyənməyi unutmayın.